وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ. Bismillahirrahmanirrahim. Duanın ədəbləri. Duanın ədəblərindən əziz müsəlmanlar 21-ci möminlərə tənə etməkdən və dua edərkən onları lənət etməkdən uzaq olmaqdır. Müsəlman bir kimsə dili ilə müsəlmanlar üçün bəddua etməlidir. Onlar üçün lənət oxumamalıdır. Şər olaraq dualar etməməlidir. Peyğəmbər s.ə.v buyurur ki, müsəlman o kəsdir ki, onun dilindən və əlindən müsəlmanlar salamatdadırlar. Duanın ədəblərindən 22-ci, ata-ana və qohum-əqraba üçün dua etmək. Müsəlman bir kimsə dualarında atasını, anasını, qohum-əqrabasını, qonşularını yaddan çıxarmamalıdır. Onlar üçün Allahdan bağışlanma, hidayət istəməlidir. Necə ki, alimlər deyirlər ki, valideynlər müsəlmandırlarsa, onlar üçün rəhmət və məğfirət diləmək olar. Lakin müşrik və yaxud da kafirdilərsə, onlar üçün rəhmət və məğfirət diləmək olmaz. Necə ki, Allah Subhanahu Tövbə surəsində buyurur ki, müşriklərin cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohumları olsa da belə, peyğəmbərlərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. Duanın ədəblərindən 23-cü, müsəlman rəhbərlər üçün dua etmək. Subhanallah. Bu günləri müsəlmanlar öz rəhbərləri üçün dua etməkdən uzaqdırlar. Yaddan çıxarmışıq dualarımızda rəhbərlərimizi xatırlamağı. Görün, Fudayl ibn İyad rahiməhullah nədir? Əgər mənim qəbul olunması bir duam olsaydı, onu başçı üçün, rəhbərim üçün edərdim. Çünki onun islah və salih olması, ölkənin islah olunması və cəmaatın da əmin-amanlıqda olmasıdır. Subhanallah. Müsəlmanlar bu günləri heç yadlarına düşmür, haçan öz rəhbərləri üçün dua edirlər. Amma bədduada hər birimiz mahirik. Bəddua etməkdə hər birimiz mahirik. Lakin xeyir dua etməkdə, hidayət diləməkdə isə dilimiz gəlmir. Subhanallah. Duanın ədəblərindən 24-cü, duanı sakit və gizli şəkildə nə etmək, yerinə yetirməkdir. Allah Teala Əraf surəsində buyurur ki, Rəbbinizə acizanə, həm də gizlincədir dua edindir. Başqa bir ayətdə, səhər və axşam ürəyində yalvararaq və qorxaraq səsinidir qaldırmadan Rəbbini yad et və qafillərdən olma. Bir günləri Allah elçisi s.ə.v ilə bərabər bir döyüşə gedirdik, sahabədir. Və biz yoldadır gedərkən, hər hansı bir vadidəndir endiyimiz zaman yüksək səslə, vadiyə qalxdığımız zaman yüksək səslə Allahu Əkbər, endikdə isə Subhanallah deyərdikdir. Və Peyğəmbər s.ə.v belə buyurdu. Ey insanlar, özünüzə yazığınız gəlsin. Həqiqətən də siz nə kar, nə də uzaqda olan birinə dua edirsiniz. Siz yalnız hər şey eşidənə və hər bir şey görənə dua edirsiniz. Yəni, qışqıraraq, anqıraraq dua etməyin. Sakit səslə Allah Teala'ya dua edin. Duanın ədəblərindən 25-ci, insanın özünə yaxud qeyrilərinə bəddua, qarğuş etməməsidir. Bu duanın ədəblərindəndir. Allah Teala İsra surəsində buyurur ki, insan özündən xeyir dilədiyi kimi şər də diləyir. Doğrusu insan tələsəndir. Yunus surəsində Allah Teala buyurur ki, əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi şərri də tez versəydi, subhanallah, əlbəttə onların əcəli çatmış olardı. Allahu Ekber. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgədan dolaşan vəziyyətdə tərk edərik. Mücahid rahiməhullah bu ayənin təfsirində belə demişdir. Şər dua insanın tələsərək övladına və yaxud da həyat yoldaşına qarğış etməsidir. Halbuki, etdiyi bəd duanın həyata keçməsini istəməzdir.
Ayıq başda insan övladı üçün heç vaxt bəddua etməz. Yaxınları üçün bəddua etmir. Görürsən ki, şeytan onu qəzəbləndirir, özündən çıxardır və başlayır bəddua etməyə. Onun ki, insan dilini qorumalıdır. Peyğəmbər s.ə.v buyurur ki, özünüzə bəddua etməyin, uşaqlarınıza bəddua etməyin, xidmətçinizə bəddua etməyin, malınıza bəddua etməyin. Ola bilər ki, Allahdan istənilənlərin qəbul edildiyi bir zamana yetişsin. Yəni, elə bir zamanda dua edəsən ki, o vaxt Allah Taala duaları qəbul edən bir vaxtda olsun və Allah Taala da duanızı qəbul etsin. Subhanallah. Duanın ədəblərindən 26-cı, Allahın geniş rəhmətini heç kəsdən əsirgəməmək. Peyğəmbər s.ə.v-in dövründə bir bədəvi ərəb girir məscidə və məsciddə ayaq yoluna çıxır. Və sahabələr onu döymək istəyirlər. Peyğəmbər s.ə.v deyir, işiniz olmasın. Sonra o kimsəni yanına çağırır və ona hər bir şey gözəl bir tərzdə izah edir ki, bu məsciddir, Allahın evidir. Allahın evində isə belə hərəkətlər etməzdir. Və həmin insan, bədəvi, bütün bu sözlərdən sonra Peyğəmbər s.ə.v nəsiyyətini dinlədikdən sonra görün necə dua edir. Allahım, mənə və Muhammədə rəhmət et. Bizdən başqa heç kəsə rəhm eləmə. Çünki sahabələr onu döymək istəmişdi. Ona görə də bu cürlə dua edir. Mənə rəhmət et və Muhammədə. Peyğəmbər s.ə.v buyurur ki, Allahın rəhmətini deyir, geniş rəhmətini sən deyir, daraltdın, qısa etdin, balaca etdin. Sən artıq məğfirəti çox insanlardan məhrum etdin. Ona görə də insan Allah Taala'nın rəhmətini, mərhəmətini heç kəsdən nə etməməlidir? Əskik etməməlidir. وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ